Selamünaleyküm, hər birinizi xoş gördük. Yeni bir videomuzda sizlərlə birlikteyiz. Videomuza başlamazdan önce sizlerden xahişim videolarımızı beğenip unutmağı, fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Hər kəsə dəstəyi üçün təşəkkür edirəm. Bu günləri keçilərə təkənin qatılması, keçinin təkiyə gəlməsi, ondan sonra təkənin sürüdə niyə saxlanır, niyə bəzi adamlar saxlamır, keçinin təkiyə gəlməsi keçidən yoxsa təkədən asılıdır. Ümumiyyətcə boğaz heyvanları təkə niyə qovalayır, niyə boğaz heyvanı sürmək istəyir? Bununla bağlı bir nəfər sual vermişdi. Mən də öz bildiklərimi istədim paylaşım. Kimlərin də əlavəsi olarsa, onlar da bizlə öz fikirlərini paylaşsalar, biz də maariflənmiş olarıq, bizi izləyənlər də ətraflı məlumat almış olar. Ən birincisi, niyə bəzi təsərrüfatlarda təkələr sürünün içində saxlanılmır? İstəyirəm bundan danışım. Bunun ən başlıca səbəbi, ən əsas səbəb budur ki, sürünün içində təkə olduğu zaman doğum qarışıq olur. Yəni keçinin biri deyək ki, dekabr ayında bala verir, biri gedir may ayında bala verir. Bu da nəyə gətirib çıxarır? Məsələn, süd sağmaq istəyirsinizsə, bu dəfə problem ortaya çıxır ki, məsələn, bir keçidən süd sağırsınız, biri hələ yeni bala veribdir, nə bilim, birinin balası böyükdür, artıq başqa formada qidalanmalıdır, birinin balası balaca dolar, onun üçün ayrı yer olmalıdır. Yəni, sürünün içinə təkəni qatmamağın və müəyyən müddətlərdə təkəni sürünün içinə qatıb sonra çıxarmağın ən başlıca səbəbi heyvanların eyni vaxtda təkəsini götürüb eyni vaxtda bala almaq. Çünki bir vaxtda bala alanda siz artıq heyvanlarınızda eyni vaxtda sağa bilirsiniz və balaları da istər damazlıq kimi, istər ətlik kimi eyni vaxtda sata bilirsiniz. Yəni, bir var məsələn, dekabr ayında olan bala may ayında gəlir olur 4 aylıq, 5 aylıq bala. Bu artıq ətlik üçün satılmalıdır. Başqa bir keçi də may ayında təzə bala veribdir. 1-1, 2-2 satanda bunun iqtisadi olaraq da gözə görünmür. Yəni, bir var məsələn, siz 20 dənə balanı bir anda satasınız, birbaşa pulu götürəsiniz və hansısa bir yerə xərcləyəsiniz. Bir də var ki, az-az satırsınız və heç bilmirsiniz pul hara gedir. Bir bu məsələ. Digər bir məsələ də süd sağım prosesi. Yəni, bildiyimiz kimi keçinin müəyyən bir laktasiya dövrü var. Bu laktasiya dövründə deyək ki, pik həddə çatır, daha sonra aşağı düşür yavaş-yavaş. Yəni, bu, məsələn, sizin bir keçiniz ən maksimum südünü verəndə digər bir keçi təzə bala veribdir. Hələ bunun balası olduğuna görə südünü sağa bilmirsiniz və siz təsərrüfatçı nə edir bu dəfə? Məsələn, bir var 20 dənə keçini bir anda sağa, onu ya süd kimi, ya pendir kimi dəyərləndirə. Bir də var ki, 5 keçini sağır, daha sonra nə bilim, bunun sayı artır, 10 olur, sonra azalır, neçə olur. Bu da nəyə gətirib çıxarır? Qarışıqlığa. Bir keçinin balasını artıq ayırmaq lazımdır. Digərinin balasını hələ də anasına vermək lazımdır. Bu həm iş artırır burada, ciddi şəkildə iş artırır. Həm də istər-istəməz, məsələn, siz 5 aylıq, 4-5 aylıq bir bala ilə bir həftəlik, 10 günlük balanı eyni yerdə saxlayamazsınız. O artıq keçi bilirsiniz ki, ciddi şəkildə biri o birisini vuran, belə qoyun kimi deyil. Yəni, qoyunda məsələn, quzuları atarsınız, fərqi yoxdur. 100 dənə də quzu müxtəlif yaş ay qrupunda olan ola bir yerdə rahat yaşayarlar. Amma keçidə belədir ki, keçinin balası belə biraz böyüyəndən sonra buynuz çıxır, nə olur? Digərini vurur, zədələyə bilər və s. və ilə axır. Əsasən təkələrin sürüdən kənar saxlanılmasının birinci səbəbi budur. İkinci səbəbi nədir? İkinci səbəbi məsələn təkənin gücdən düşməyi. Təkə daimi sürünün içində olanda və keçilər belə deyim də etap-etap təkiyə gəldiyi zaman təkə artıq tam gücündə olmur və yorğun düşmüş olur. Bu da bəzən nəyə gətirir çıxarır? Bəzi heyvanları məsələn təkəsini götürdüyünü zənn edirsiniz, boş qala bilər. Keçilər ikiliyə bilər, təkə gücsüz olduğuna görə onun artıq mayalandırma gücü zəifləyə bilər. Bu digər bir məsələdir, ayrı saxlanılmasının. Başqa bir faktor, məsələn, keçi təkə boğaz olan heyvanları qovalaya bilər. Yəni, bəzən o boğaz olan heyvanlarda hormonal qarışıqlıqdan sanki təkə elə bir təkə siqnal gedə bilər ki, keçi təkiyə gəlir və keçiləri qovalaya bilər. Bu da nəyə gətirib çıxarar? Boğaz olan heyvan stresslə düşdüyünə görə bala ata bilər.
xəstələnə bilər, nə bilim, çox ciddi fəsadlar ortaya çıxa bilər. Ona görə məsləhət olan odur ki, təkə keçidən ayrı saxlanılsın, əgər satılmayasın. Yəni, məsələn, bəzi təsərrüfatçılar nə edirlər? Təkəni istifadə edirlər, onsuz satırlar, növbəti il yenisini alırlar təkə zamanı. Məsələn, bizdə elə deyilir, biz adətən heç olmasa bir 2 il, 3 il bir təkəni saxlayırıq. Çünki yaxşı, normal təkə tapmaq o qədər asan deyil. Yəni, gedib alıb gətirdiyiniz heyvan da bilmirsiniz nədir. Ona görə, məsələn, biz keçənki təkəni bu ildə sağlıq olsun qatasıyıq. Böyük ehtimal indi baxacaq vəziyyətə, bəlkə gələn il o təkədən istifadə elədik. Artıq zaman göstərsə, ən azından 2 il qalır. Ona görə, yəni o heyvanları stresə salmamaq üçün, problem eləməmək üçün kənarda müəyyən bir vaxt dövründə qatıb, sonra ayrı saxlanmağa daha məsləhətdir. Bu əsas bir səbəbdir. Digər bir məsələ, məsələn, təkə yem yeyəndə, nə bilim, tövlədə otlayanda o öz basqınlığını, sürü liderliyini bildirmək üçün bəzən heyvanları vura bilər. Boğaz heyvanı vurar, zədələyə bilər. Buynuzludursa ümumiyyətcə keçiləri ciddi şəkildə zədələyə bilər. Çünki o dövründə təkə qızışanda ümumiyyətcə gözü bir şey görmür, yəni, və qış dövründə də təkə artıq keçi təkəsini götürmədiyi zaman təkədə bir qızışma, aktivləşmə formalaşırsa, keçiləri qovalayasıdır, vurasıdır. Bu da yenə müəyyən bir problemləri ortaya çıxara bilər. Bir dənə keçinin belə vurub balasını atdırsa, artıq sizin, nə bilim, bir sezon o keçidən istifadə eləyəmirsiniz siz. Nə süd ala bilirsiniz, nə bala artıq getdi. Buna görə ayrı saxlanılır. Bayaq dedim, o boğaz heyvanları təkənin qovalamağı, sürməyin əsas səbəbi də ya təkə bəzən çox təcrübəsiz olur. Yəni, cavan təkədir, bilmir bu keçi təkiyə gəlir ya gəlmir, qovalayır heyvanı və yaxud da ki, boğaz keçilərdə o hormonal qarışıqlıq olduğuna görə bəzən onun ifraz elədiyi o qoxular təkiyə yanlış siqnal kimi gedə bilər ki, sanki keçi təkiyə gəlir və o boğaz heyvanı belə qovalayıb bəzən narahat eləyə bilər. Bunun da olmamaq üçün elə məsləhətdir ki, təkə öz yerində qalsın. Nə vaxt təkə ehtiyacı olarsa, onda keçinin içinə buraxılar və keçilər də bir anda, bir dövrdə təkiyə gələrlər, eyni vaxtda bala verərlər, eyni vaxtda süd sağarsınız, eyni vaxtda da balasını sata bilərsiniz. Digər bir məsələ, o qardaşın verdiyi sual, keçinin təkiyə gəlməyi keçidən asılıdır, yoxsa təkədən? Bu, demək olar ki, böyük əksər olaraq keçidən asılıdır. Çünki keçidə, dişi heyvanda bu mayalanma üçün yumurta əmələ gəlməlidir ki, ondan sonra o təkə üçün hazır olsun. Yoxsa yumurta əmələ gəlməmiş bir heyvanın o qədər də təkə olsun, yəni qovalasın, sürsün, yəni mayalanma getməyəsidir və bal olmayasıdır. Amma təkələrdə olan o qoxu ki var, aktiv təkədə, aktiv o təkələrdən o gələn o pis qoxu, həmən o qoxu dişi keçilərin daha tez aktiv mayalanma üçün hazır olmağının prosesini tezləşdirə bilir. Yəni, sürünün içinə buraxılan, sürünün yanında olan o aktiv, qoxulu olan bir təkə ilə pasiv olan bir təkənin ciddi fərqi var. Bir də keçidə belədir ki, bir dənə keçi təkiyə gəlmək üçün hazır olduqdan sonra demək olar ki, bir həftə 10 günün içində sürünün içində olan digər bütün heyvanlarda artıq təkiyə gəlmək üçün hazır olur. Ona görə burada məsələ əsasən keçinin təkiyə gəlməyi asılıdır heyvanın sağlamlığından, heyvanın canından və bir də ki, əsas faktorlardan biri mövsümi faktor. Məsələn, ən çox heyvanlar təkiyə gəlməyə başlayır avqust, sentyabr, oktyabr, noyabr. Bu aylarda keçilərin ən çox təkiyə gəlmə dövrüdür. Bəzən olur, məsələn, yazda ot bol olarsa, heyvanın canı yaxşı olarsa, təkə aktiv olarsa, bəzən keçilər yaz aylarında da, aprel, mart, may aylarında da keçi bəzən təkəsini götürə bilir. Əsasən bu baş verir apreldə, martda. Amma əksərən bu proses olur nə vaxtı? May ayın, avqust, sentyabr, oktyabr, noyabr aylarında daha yaxşı olur. Yenə deyirəm, keçinin təkiyə gəlməsinin, misal üçün, 70% keçidən asılıdırsa, 30% təkənin təsiri var.
Yəni təkənin burada əsas təsiri nədir? Təkənin o qoxusu, hansı ki o insanların bəyənmədiyi, həqiqətən də üfunət bir qoxudur. Çünki o təkə aktivləşəndə o heyvan öz çənə və boyun nahiyəsinə öz sidiyi ilə isladır. Və oradan o gələn o qoxu dişi keçilər üçün bir aktivləşmə belə deyim də, yəni onların daha tez təkiyə gəlmə prosesini tezləşdirə bilir. Yumurtanın mayalanma üçün lazım olan yumurtanın formalaşmasını deyim, aktivləşməsini tezləşdirə bilir. Burada əsas təkənin rolu odur. Yoxsa məsələn deyək mayalanma üçün hazır olmayan, yumurtası hazır olmayan bir keçinin içinə siz o qədər təkəni qatın ki, əgər o keçi təkiyə gəlmək istəmirsə, yəni o təkə nə edir eləsin, orada mayalanma gedəsi deyil. Qovalaya bilər, bəzən qovub, yorub, sürə də bilər. Yumurta yoxdursa mayalanma olası deyil. Burada əsas məsələ keçi hazır olmalıdır. Keçin də dediyim kimi də təkər üçün hazır olmağı asıldır nə? Onun canından, qidalanmasından, sağlamlığından, bu faktorlar yerində olanda, bir də mövsümi faktor da. Yəni məsələn, deyək bu dəqiqə bizdə burada çöyərlər var, keçənin çəpişlərdə artıq 1 yaşındadırlar, burada görürsünüz. Bunlar düz içində təkə yoxdur, bəlkə içinə təkə qaçsaq 1 həftə 10 günə təkə götürərlər, amma yəni təkə olmadığına görə və indi elə bir mövsümdür ki, bunlara yəni, şey eləmirlər, yəni təkə gəlmək belə istəmir heyvan. Amma fevral-mart aylarında yeni doğan keçilərdən bəzilərində hiss olundu ki, yəni təkəsini götürmək istəyir. O fevral ayı, mart ayı, aprel ayı, bax bu aylarda heyvanlarda təkə gəlmə prosesi daha aktiv olur, nəinki yay aylarında. Bir də əsas məsələ nədir? Havanın temperatur da rol oynayır. Məsələn, isti havada deyək, iyul, avqust ayında nadirən keçilər çox güclü yem verilərsə, canları çox yaxşı olarsa, bəlkə təkə gəlmək istəyirlər. O da hava çox istidirsə, adətən mayalanma olmur, yəni içiliyir. Siz təkəni qatırsınız, keçi təkəsini götürür, amma 3 həftə, 4 həftə sonra baxırsınız, keçi təzədən təkə gəlir. Bu da isti havada demək olar ki, mayalanma prosesi olmur. Ona görə məsləhət olan odur ki, mən keçən il heyvanın içinə təkəni qatdım deyək, sentyabr ayının əvvəli, amma orada görünən oldu ki, keçilərin bəziləri ikilədir. Misal üçün, 30-40% ikilədir keçilərin. Bu da odur ki, hava çox isti keçmişdi. İsti olanda da adətən mayalanma biraz zəif olur. Ona görə, məsələn, sentyabrın sonu, oktyabrın əvvəli bu vaxt qatmaq daha yaxşıdır. Bir digər məsələ, bunu unutdum deməyi, keçi sürünün, təkə sürünün içində qalanda bəzən nə olur? Tez doğumlar olur. Məsələn, bölgələrdən asılı olaraq elə bölgə var ki, orada yanvar ayında, dekabr ayında, hətta fevralda belə balı olanda hava çox soyuqdur. Qida da çox azdır, balanı saxlamaq çətindir, xüsusi şərait olmalıdır, tövlənin temperaturu yaxşı olmalıdır. Amma məsələn, gəlib artıq martda, apreldə doğulan balalar üçün hava normallaşır, ot əmələ gəlir, ot bollaşır. Ona görə məsələn, bəzi təsərrüfatçılar var, adamlar deyək, bizim də tanıdıqlarımız var, noyabr ayında misal üçün təkəni qatır. Noyabr ayında təkə qatılanda keçi gəlir, doğmağa başlayır deyək, martın axırı, aprelin əvvəli, həm ot artıq formalaşır və keçi artıq daha yaxşı, belə deyim, bala verəndən sonra özünü daha tez bərpa eləyir, göy otla qidalanır, xərc azalır və s. və ilaxır. Bunların hamısı ümumi faktorlardır ki, ona görə adətən təkələri sürüdən kənarda saxlayırlar ki, onu nəzarət eləyə bilsinlər. Bu təkiyə aid deyil, bu əslində qoyun üçün də keçərlidir. Yəni, keçi və qoyun təsərrüfatında istəyir qoç olsun, istəyir təkə olsun, imkan qədərindən sürüdən ayrı saxlanılmalıdır ki, quzular eyni vaxtda alınsın, eyni vaxtda satılsın, qoyun özünü bərpa eləsin. Məsələn, bəzən olur, keçi bala verir, sırazı təkiyə gəlir. Bu da nəyə gətirib çıxarır? Keçi südün sağa-sağa və balasını əmizdirə-əmizdirə həm də boğaz olur. Bu keçiyə də zərərdir. Növbəti dövrdə süd məhsuldarlığına da zərər eləyəsidir. Doğulacaq balanın inkişafına da zərər eləyəsidir və s. və ilaxır. Buna görə mütləq buna nəzarət olunmalıdır.
Ümumi olaraq bu qədər. İnşallah dediyim kimi sizlərin də hansısa bir əlavələriniz, fikirləriniz olarsa bizlə bölüşsəniz şad olardıq. Biz də sizlərdən nəsə öyrənmiş olardıq.